Oğlan Süleymanov şəhidimiz Zəngilanlıdır. Oğlu Sadiq Süleymanov 9 yaşında. Həyətlərində oynadığı yerdə erməni tankla Sadiqi vurur. Baloğlana da cəhliyə xəbər gedir ki, bəs oğlumu vurdular. Gəlir, görür ki, şaqqanın içində, yəni ailə yığılıb. Deyir, mən getdim. Şəhidə, yəni oğluna yaxın durmuş, qayıdır cəbhəyə. Gedirlər, qardaşları da, bu da Elman Süleymanov qardaşıdır, yəni bizə o danışdı. Gedirlər cəbhəyə, hansı tank vurmuşdu, həmin tankı tapırlar, içindəki erməniləri öldürürlər. Sonra da həmin tankla, erməninin öz tankından erməniləri qırırlar. Bir kəndi demək olar ki, qırırlar. Ondan sonra qadir gəlir, oğlum qısasını aldım. Sonra dəfn edirlər Sadiqin. Ondan sonra da özü şəhid olur. Azərbaycanın milli qəhrəmanı Süleymanov Baloğlan 1993 şəhid olub, Allah rəhmət eləsin. Həmən bu yüksək